Salam. Bəzi insanlar iddia edirlər ki, insan dünyasını dəyişdiyi anda, yəni nəfsə birinci ruh adı verirlər. Halbuki ruh Quranda nəfsin adı deyil. İnsanlar arasında nəfsi ruh deyə isimləndirmişlər. Amma Quran bu iki qavramı bir-birindən ayırır. Ölüm anında mələklər nəfsləri çıxardır bədəndən, ruhları çıxartmır. Ruh nəfsin içində olan bir şeydir. Yəni nəfsin özündə olur. Amma ayrı bir şeydir. Yəni bilgi, Allahın əmrləri barəsində olan bilginin cəminə ruh deyilir. İsra surəsində 60-cı ayət olmalıdır, səhv etmirəmsə, ya 85-ci ayətmi? 85-ci ayət olmalıdır, dəqiq. 85 və yəsəlunəkə anil ruh, qulir ruh min əmri Rabbi və mə utitum minəl ilm illə qalilə. Səndən ruh haqqında sual edirlər, de ki, ruh min əmri Rabbi, Rabbimin əmrindəndir. Yəni Rəbbimin əmrinə aid olan bir şeydir. Rəbbimin buyruqları, işlərinə aid olan şeyə nə deyərlər? Ruh deyilir. Və mə utitum minəl ilm və əta olunmamışdır sizə elmdən illa qalilə, azı istisna olmaqla. Yəni azı istisna, az bir şey bizə əta olunubdur. Deməli var, bizə verilir, fitrətimizə qoyulubdur. Aydın nə demək istəyirəm. Amma dediyimiz kimi bu nəfsdən başqa şeydir. Mövzumuz bu deyil. Sadəcə bir balaca istədim bu barədə bilgi verim ki, anlayaq ki, ruh başqa bir şeydir, nəfs başqa bir şeydir. Bunlar birincisi elə yanlışı burada edirlər ki, nəfsin adına ruh deyirlər. Bunlar hələ ruhun nə olduğunu anlamayıblar. Birinci mövzu budur. Və ikincisi məsələyə bunun başqa bədənə keçdiyini və beləliklə, yəni axirətin olmadığını, həyatın dünyadan ibarət olduğunu, dünyanın sonsuz olduğunu və insanların bir bədəndən başqa bədənə keçərək yaşam sürdürdüklərini ortaya qoymuş olurlar. Bu da çox yanlış bir şeydir. Quranla daban-dabana ziddir. Biz inşallah bu mövzumuzda və bunun da adına reenkarnasiya adlandırırlar bunu da. Bu barədə yəni ruh köçürülməsi kimi bir ad qoyublar, iddia edirlər bunu. Amma bu açıq, qəti və sistemli şəkildə rədd edilir Quran tərəfindən. Bu iddia nə Qurani kökə malikdir, nə də Qurani dünya axirət modelinə oturur, yəni düz gəlmir. Aşağıda bunu belə deyək də, yüksək bir Qurani elmi dəlillər əsasında ardıcıl və ayə-ayə əsaslandıran bir məqaləni sizinlə inşallah istəyirəm paylaşam, oxuyam. Deməli, Quranda reenkarnasiya iddiasının mənbəyi və qəti şəkildə sürdürülməsi haqqında bir fikir paylaşacağam. Reenkarnasiya insan ruhunun ölümündən sonra yenidən bu dünyaya başqa bədənlərdə qayıtması iddiasıdır. Bu fikir əsasən Hind mənşəli dinlərdə Brahmanizm, Hinduzm, Buddizm kimi inanclardan qaynaqlanır. Birinci bunu deyək. Sonra ikinci olaraq sonradan mistik fəlsəfi axınlarda bunu müşahidə edilir, görünür. Üçüncü, çağdaş spirituallıq və nevagi cərəyanlarında yayılmışdır bu inanc. Amma Qurani baxımdan isə bu fikir nəinki dəstəklənmir, əksinə Qurandakı insan varlığı modeli ilə kökündən zidd olduğunu görürük. Birinci, reenkarnasiyanın əsas fəlsəfi dayağı və Qurani dünya modeli arasındakı ziddiyyətləri göstərməyə çalışaq. Deməli, reenkarnasiya nəyi iddia edir? Ruh ölməzdir, deyir. Nəfs qəsd edir təbii ki bundan. Quran ruhla dedik ki, nəfs məsələsini ayırmışdır. Ruh Rəbbimizin əmrindən olan buyruqların, vəhyin cəminə verilmiş addır. Ruh bir bədəni tərk edib digərinə keçir iddiası var. Dünya bir imtahan dövriyyəsidir deyə üçüncü bir iddiaları var. Bir də dördüncü, axirət mütləq və son deyil. Yəni bunların iddiasına görə axirət mütləq və son deyil. Quran isə nə deyir? Quran insan varlığını xətti, linear modeldə təqdim edir. Yaradılış birinci olaraq insanın bədənsəl yaradılışından əvvəl insanın nəfsinin, özünün, nəfs-i vahidənin yaradılışını qoyur ortalığa. Və onlara Ər-Rəhman surəsində deyildiyi kimi Quran öyrədilir. Sonra Ər-Rəhman əlləməl Quran, xələqəl insan deyilir, insan xəlq edilir. İnsan sözünün də kökündə unutqanlıq sözü dayanır, nisyan sözü var. Çünki insanın imtahan olunması üçün nəfsə ötürülən bilginin və nəfsin özündən, yəni mən dediyimiz o özümüzün özündən alınan Əraf surəsi 172-ci ayədəki Ələstu bi Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi, biz bu söz veririk və
Bu bədənə daxil olduğumuz zaman bütün bilgilər sıfırlanır. Yəni unuduruq və bədənə daxil olmağın şərti budur zaten. Və yəni o vəziyyətdən keçirik bədənsəl bir vəziyyətə. Təbii ki, bu birinci yaradılışda torpaqdan var edilən bir bədənə girişlə baş verir. Sonradan isə ana bətnində bu zamanla baş verməyə başlayır. Yəni bir ölüm o dediyimiz kimi nəfs-i vahidə aləmində xəlq edildiyimiz aləmdə ölürük, ana bətnində dirilirik. Sonra isə dünyada ölürük və axirətdə dirilirik. Bunu qəsd edirəm ki, yəni birinci yaradılış olur, nəfs-i vahidə yaradılır. Sonra dünya həyatındakı ikinci yaradılış baş verir. Və bu yaradılışla dünya həyatındakı yaradılış arasında bir ölüm var. Sonra biz o ölümü belə xatırlamırıq. Ona görə ifadə buna toxunuram və burada təzədən ölüm anı gəlir və biz bir daha ölümü dadırıq və bu zaman geri qayıtmaq istəyi yaranır insanlarda. Çünki hamısı xatırlanır insana. Və bərzəx deyə bir cavab gəlir bizə ki, maniə deyə bir, yəni geri qayıdışın mümkünsüzlüyü bildirilir və sonra isə dirilmə, hesab baş verir. Və ondan sonra əbədi bir axirət həyatı başlayır. Bu modeldə geri dönüş yoxdur, görürük. Yəni, indi biz buna baxacağıq. Ölüm sonrası dünyaya qayıdışın qəti şəkildə inkarı vardır. Müminin surəsinin bir çox ayətləri var. Əsas bu ayəni götürürəm. 23-cü surə 99 və 100-cü ayələr. Onlardan birinə ölüm gəldikdə deyər, Rəbbim, məni geri qaytarın, ta ki tərk etdiklərimi düzəldim. Ona cavab nədir? Xeyr. Bu onun dediyi boş bir sözdür. Onların önündə diriləcəkləri günə qədər bir bərzəx vardır, maniə vardır deyir ayə. Bunu da ənənəvi dində aləm deyə götürürlər və aləmi də başqa bir mənaya yozurlar. Planet kimi, nə bilim, yaşayış bir mərkəzi kimi götürürlər. Bu da yanlışdır. Neysə. Açıq nöqtələr geri qaytarın, dünyaya dönüş arzusu olaraq ortaya qoyulur. Geri qaytarılma istənilir, dünyaya dönüş arzusu var. Amma cavab nədir? Kəllə, xeyr deyilir. Qəti rədd edilir bu. Bərzəx iki həyat arasına keçilməz bir maniəni ortaya qoyur. Yəni, sən axirət həyatı ilə dünya həyatının arasını keçilməz bir sədd olduğunu, bərzəx sözü zaten Quran-ı Kərimdə 3 yerdə işlənir. Furqan surəsində, Ər-Rəhman surəsində və bir də Müminin surəsində keçmişdir. Bu Furqan surəsi və Ər-Rəhman surəsində suların arasında bir keçilməz səddin olduğu üçün işlənmişdir və burada da dünya ilə axirət arasında keçilməz bir səddin olması üçün işlənmişdir. Deməli, bərzəx iki həyat arasında keçilməz bir mərhələnin olduğu, bir səddin olduğunu ortaya qoymuşdur. Reinkarnasiya isə iddiası. Burada bir ayədə darmadağın olduğunu da görmüş oluruq. Yəni, burada alt-üst eləyir bu ayə. Çünki qayıdış varsa, niyə istənsin ki bu? Ölüm yalnız bir dəfədir dünya həyatında, bir dəfə baş verir. Buna da Duxan surəsi 56-cı ayətlə cavab verilir. Onlar orada ilk ölümdən başqa ölüm dadmazlar. Orada ifadəsini dünyaya nisbətdə, yəni oradakı o ilk ölümləri ki baş verdi bu dünyada, ondan başqa bir ölüm dadmaz. Əgər reinkarnasiya olsaydı, bir deyil, çoxlu ölümlər olmalı idi. Ayə isə birinci və yeganə, yəni belə dünya həyatına aid nisbətdə birinci və yeganə ölümü nə qədər təsdiqləmiş olur ki, burada biz bir dəfə və bir dənə yeganə bir dənə ölüm dadırıq. Başqa bir ölümlər baş vermir. Ayə isə birinci və yeganə ölümü təsdiqləyir, amma bundan başqa bir ölümü dünya həyatı üçün təsdiqlənir. İki ölüm, iki həyat ayəsi və bir də yanlış istismar var burada. Məsələn, 40-cı Mümin surəsi və yaxud da digər bir adı iləĞafir surəsi 11-ci ayəti reinkarnasiya tərəfdarları çox vaxt bu ayəni manipulyasiya edirlər. Ki, yəni burada iki ölüm ifadəsi var. Dedilər, Rəbbimiz bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Bu ifadə dediyimiz kimi insan hər ikisini xatırlayır. Halbuki biz dünyada bədənə daxil olanda dedik ki, unutqanlıq olur və biz Qur'anın bir adı da zikirdir. Bu öyüd, bu xatırlatma ilə bizə bədənə daxil olmamışdan əvvəlki baş verən prosesləri Allah xatırladır, yadımıza salır, bizə təkrar onu təlqin eləyir. Və biz bununla həyatımızı düzəltməyə çalışırıq. Amma ölüm anında bizim bütün bunların hamısını təzədən yadımıza düşür. Ona görə insanlar orada iki dəfə öldürdün, iki dəfə diriltdin ifadəsini işlədirlər. Doğru, Qur'anla Qur'anı izah etməyin özüdür ki, birinci ölüm insanın nəfs-i vahidəsi üzərində baş verir. Yəni bədənin yaradılışından öncəki zamana aiddir ki, bədənsəl forma yaranır və insan oradan bura köçürülür. Və birinci dirilmə, birinci ölüm baş verir, sonra birinci dirilmə, çünki həyatdan öncə, yaşamdan öncə ölüm gerçəkləşir ki, sən diriləsən. Ölməyən bir şeyi diriltməzlər. Anlaşılan deməksə, birinci dirilmə dünya həyatına nisbətdə olur. İkinci ölüm
fiziki olaraq bədənsel formada baş verir və ikinci dirilmə axirətdə baş verir. O Bəqərə surəsinin 28-ci ayədə siz ölü ikən sizi diriltdik. Yəni mənim ölməyim üçün yaşamağım lazımdır. Yəni yaşam ölümə bağlıdır, ölüm yaşama bağlıdır. Bu bir-birinə bağlı. Siz ölü ikən sizi diriltdik ifadəsindən mənim deməli ölümüm nəyin üzərində gerçəkləşmişdir? Sualını nəfs-i vahidəmin üzərində gerçəkləşir. Sonra sizi yani ölüyken diriltti, sonra sizi öldürəcək, sonra yenə dirildəcək ayəsi Bəqərə 28 muhteşem şəkildə bunu açıqlamış olur. Heç bir geri dönüş, başqa bədən, təkrar dünya olmadığını Bəqərə 28-ci ayətilə görmüş oluruq. Əməllərin yalnız bu həyatda yazılmasına dair Ənam surəsi 32-ci ayədə dünya həyatı yalnız oyun və əyləncədir, ahirət yurdu isə müttəqilər üçün daha xeyirlidir deyə bir ayət gətirmiş. Əgər reinkarnasiya olsaydı ahirət yox, sonsuz dünya dövrləri olardı. Hesab ikinci olaraq hesab təxirə salınmalıydı və üçüncü ədalət sistemi pozulardında. Hər insanın tək və unikal yaradılışı olduğunu İsra 13-cü ayətlə görürük. Hər insanın quşunu onun yəni uçurtduğunu, quş da demək, hər insanın uçurtduğunu onun öz boynuna bağladıq, doladıq ifadəsi var. Burada əməllər yüksəlir, uçur, onu yaxşı sözlər yaxşı sözlərinizi salih əməllər deyir, göyə qaldırır, uçurdur ifadəsi var başqa ayətdə. Yəni başa düşürük ki, insanların etdikləri, yəni Allah yanına ucaltdıqları, göndərdikləri o əməllər onun boynuna dolanır deyir. Əgər nəfslər bir bədəndən başqa bədənlərə keçərək belə dövr etsəydi, dolaşsaydı, o zaman məsuliyyət qarışardı. Kimin əməli kimin boynundadır sualı ortaya doğur, sual cavabsız qalardı yəni. Qiyamət və dirilmənin məqsədi reinkarnasiyanı ləğv edir. Həd surəsi 7-ci ayə Allah ölüləri dirildəcək. Bu dirilmə axirət üçündür, hesab üçündür, əbədi nəticə üçündür. Əgər reinkarnasiya olsaydı, qiyamət mənasızlaşırdı. İlahi hökm gecikirdi, haqq, batil balansı pozulardı və bundan əlavə isə artım olmazdı. Ən əsas məsələ artım olmamalıydı. Deyək ki, Allah ilk yaradılışda 10 insan yarattı, 8 insan yarattı. Məsələn, 8-i götürək, 8 cütlük yarattı Allah. Burada bunlar belə deyək də ölməlidir ki, bunların nəfsi digər nəfslərə keçsin. Anlaşıldı və heç bir zaman bu limitdən artıq insan olmamalıydı. Amma zamanla bunun daha da çoxaldığını görürük. Deməli, o yaxşı deyək ki, 8 insanın nəfsi 8 insana keçdi və yerdə qalan insanlar, deyək ki, 1000 götürün, yaxşı, 10.000 götürün. Limit bir qalmalıdır. Yəni 10.000-dən o tərəfə keçməməlidir. Davamlı olaraq hər zaman 10.000 insan olmalıdır. Amma artım var. O zaman yeni nəfslər də var deməli. Bunu necə izah edəcəksiniz? Üzr istəyirəm. Deməli, reinkarnasiya burada yenə çürümüş olur, alt üst olmuş olur. Anlaşılır nə demək istəyirəm? Deməli, Allah ölüləri dirildəcək ayəsi ilə bu dirilmə axirət üçündür, hesab üçündür, əbədi nəticə üçündür. Əgər reinkarnasiya olsaydı, qiyamət mənasızlaşardı, ilahi hökm gecikərdi, haqq, batil balansı pozulardı. Reinkarnasiyanın real qaynağı nədir deyə bir sual ortaya qoysaq, açıq danışaq ki, bu fikir Qur'andan deyil, vəhiydən deyil, ilahi ədalətdən də deyildir. Qaynaqlar Hindu karma sistemi bir olarak oradan qaynaqlanır. İkinci, Yunan ruh köçü fəlsəfəsi. Üçüncü, sonradan İslam coğrafiyasına sıçmış ezoterik təsəvvürlərdir. Və dördüncü, müasir dövrdə ruhçuluq enerji adı altında marketing edilmiş inancılar sistemidir. Qur'ani baxımdan bu isə yəni baxımdan isə bu fikirlər zənn, xəyal və batil kateqoriyasına daxil olunmuşdur. Yəni onlar belə deyək, öz zənn və belə xam xəyalları əsasında əmani deyir Qur'an onun adına, zənni və əmani olaraq istinbat etdikləri zənni fikirlərdir. Yəni nəticə qəti Qur'ani hökm insan bu dünyaya bir dəfə gəlir. Ölüm bu dünyada bir dəfədir. Dünya imtihanıdır. Qayıdış yoxdur. Dirilmə yalnız axirətdədir. Reinkarnasiya Qur'ani sistemlə uyğunsuzdur və mümkün deyil. Son söz qısa olaraq sərt və təmiz formada desək, reinkarnasiya Qur'ani deyil. O, yəni dediyimiz kimi başqa Qur'ani, yəni ilahi vəhiy qaynaqlanmır. Hətta sizə bunu deyim ki, ilahi səmavi kitabların hətta təhrif edilən olsa da belə heç birində reinkarnasiya deyə bir şey olmadığını görərsiniz. Məsələn,
Bir şey diyeyim, insan mesela Kur'an'da ölen insanların ildırım vurarak biz onları deyir təzədən bir də məbhus elədik, diriltdik və yaxud da eşeği ilə gedən bir kişinin ölüb 100 ildən sonra təzədən dirilməsindən bəhs edən ayətlər, məsələn, və yaxud da quşların dördünü tut, onları parçala, sonra çağır sənə tərəf gəlməsi məsələsini. İndi ən belə deyək də bəsit formalar. İndi bunun bir çox mənası ola bilər. Bəziləri buna etiraz edə bilər. Ondan işimiz yoxdur. Amma əsas məsələ nəyə getməkdir? Bunlarda belə baxırıq ki, hansı bədəndən o nəfs xaric olubsa, eyni həmin bədənə qayıdır. Başqa bədənə giriş söhbəti yoxdur yəni. Bunu əllərində dəlil kimi göstərməyə çalışsalar da, bu belə qəbul olunmur. Hətta məsələn ənənəvi dində güya İsa məsələn Hristiyanlığa görə sarmağa çəkildi, öldü, 3 gündən sonra yenidən dirildi iddiası var. Yenə eyni bədənə qayıtmışdır. Başqa reinkarnasiya dediyimiz şey bir bədəndən başqa bir bədənə, fərqli bir bədənə köçüş anlamı ilə ortaya qoyulur ki, bu da yanlış bir fikir olduğu yenə ortaya çıxır. Yəni heç bir səmavi kitablarda reinkarnasiya deyilən bir şeyə şahid olmaq mümkün deyil. Hətta təhrif olunmuş Tövratda, təhrif olunmuş İncildə belə buna biz rast gəlməyimiz biraz mümkün deyil və heç bir nə xristianlıq, nə də yəhudiliyin belə bir şeyi dəstəklədiyini də nə eşitdik, nə gördük, nə də şahid olduq. Ona görə də yəni Quran son kitabdır, son əhiddir, son təsdiqləyicidir və Quran bu kitabında da belə bu fikri dəstəkləməmişdir. Allahın salamı olsun hidayətə tabe olanlar.